Məlumatlıdır. Məlumatlıdır. Demək, mən ilk dəfə də dəvət eləyəndə, yəni bugün dəvət eləyəndə Qorxmaz bəy böyük təkidlə dedi ki, hətta dünənləri bir də gördüm mənə səs yollayıb ki, deyib ki, bəs Mikail əzizim, elə ki mən o yazdırdığım yeni nəvəm mahnısını ifa eləyim. Sonradan araşdırdım, bildim ki, Allah bütün nəvələri saxlasın, bütün balaları saxlasın. İndi düzdür, biz o hissi inşallah ki, yaşayaq. Balalarımızdan görək yaşayaq. İlahə bütün balalarımızdan görək. Çünki o nəvə hissini hələ ki yaşamamışıq da. Amma bala hissini, balanın şirinliğini yaşamışıq. Amma yenə də atam da soruşanda deyir ki, bəs mənə Müşfiq deyirlər də. Deyir Müşfiq, sənə başqa cür istəyirdim. Amma Nəsimini bir başqa cür istəyirəm. Allah o gözəl dadı bizə də nəsib eləsin. Allah nəvənizi saxlasın. Allah bütün balaları saxlasın. Səslənsin elə ilk nəvəm səslənsin. Buyuraq. Bütün balalara toy qismət eləsin. Bizlər də orada iştirak edək.
Baxmaq istəyirəm. Buyurun. Yəni bu mahnı özümə aiddir. Aranjmansı da Anar qardaşımızdır. Allah can sağlığı versin. Var olsun. Samir Zəhmət keçən qardaşımızın da hər kəs. əziyyəti var. Salamlayıram hamısının. Var olsunlar. İlk dəfə idi səsləndirirdiniz. Bəli, bəli. Hə, ona görə belə deyək də dünəndən dediniz